Ermənistan 30 illik işğal dövründə ərazilərimizdə kütləvi şəkildə minalar basdırıb. Hətta bu prosesi 2020-ci ildə üçtərəfli bəyanatın imzalanmasından sonra da davam etdirib. Bu müddət ərzində 383 nəfər mina qurbanına çevrilib. Yəni, müharibə bitsə də Ermənistan tərəfindən ayrı-seçkilik olmadan yerləşdirilmiş minalar ölüm saçmağa, canlar almağa davam edir. Amma təəssüf ki, rəsmi İrəvan hələ də dəqiq mina xəritələrini Azərbaycana təqdim etməkdən boyun qaçırır. Bununla Azərbaycanın azad olunmuş ərazilərdə həyata keçirdiyi geniş miqyaslı bərpa-quruculuq işlərinə mane olmağa və bu yerlərdə məskunlaşmanın qarşısını almağa çalışır. 2020-ci il noyabrından sonra Ermənistan Azərbaycan ərazilərində mina bastırılmalarını davam etdirib. 2022, 23, 24-cü illərdə aşkar olunan minaları nəzər salarkən hər halda görmək olurdu ki, bu minaların istehsalı 2021-ci il tarixli Ermənistanda istehsal olunub və ümumiyyətlə Ermənistan Cənubi Qafqazda ən çox mina istehsal edən bir ölkədir və vaxtilə milyonlarla ərazilərimizdə, işğal olunmuş ərazilərimizdə mina bastırmışdır. Ermənistan mina xəritələrinin mövcudluğunu inkar edir. Ekspertlərin fikrincə, bu o qədər də inandırıcı görünmür. Belə ki, ərazilər minalanarkən həmin yerlərin aktları və xəritələri 3 nüsxədə tərtib olunur. Bu səbəbdən də onların hamısının sıradan çıxması və ya məhv edilməsi ehtimalı real görünmür. Müharibədən sonra minalanmış ərazilərin xəritələrini hər bir dövlət təhvil verməlidir. Ona görə ki, söhbət hərbçilərin deyil, müharibə vaxtı, mülki şəxslərin qeyri-müharibə vaxtı həlak olmasından söhbət gedə bilər, onların yaralanmasından söhbət gedə bilər. Buna görə də bu Ermənistan dövlətinin beynəlxalq konvensiyaları açıq şəkildə pozduğunun bir göstəricisidir ki, bilərəkdən onlar məhz qayıdış prosesini yuvatmaq, qayıdış prosesinin alınmaması üçün əllərindən gələni edirlər. Bugün beynəlxalq ictimaiyyət bu məsələdə susqunluğunu nümayiş etdirir, amma bu demək deyil ki, Azərbaycan dövləti susacaqdır. Ermənistanın dəqiq mina xəritələrini təhvil verməkdən boyun qaçırmasına baxmayaraq, bugün minalarla çirkləndirilmiş ərazilərimizin təmizlənməsi prosesi sürətlə davam edir. Qeyd edək ki, fevral ayında azad olunmuş ərazilərdə 123 tank əleyhinə mina, 305 piyadə əleyhinə mina, 1078 partlamamış hərbi sursat aşkarlanıb və zərərsizləşdirilib.